Mövzumuz bugün türkü tanımaq, Albanlar, Ermənilər və Haylar. Geniş bir mövzudur. Bu mövzu barəsində bizim Rəşad Tahiroğlu protodilçimiz, tarixçimiz və ömrünün 25 ilini bu yolu həsrət etmiş şəxs danışacaq. Seminar tipli çıxışdı. Buyurun. Salam, hər kəsi salamlayıram. Xoş gördük. Günümüzün mövzusu demək türkü tanımaq, ermənilər, albanlar, haylardır. Əslində biz bura sakları, qarqarları, qıpçaqları da əlavə eləyə bilərik, amma mənə elə gəlir ki, bizim əsas gündəmdə olan ən çox tanıdığımız hallanan adlar ermənilər, albanlar və haylardır. Və bu mövzunu danışmazdan əvvəl bir neçə başlığı eyni anda nəzərdən keçirmək lazımdır. Bunlar hansılardır? Bir, xristianlıq nədir? Necə formalaşıb? Xristianlıqda monofizit və diofizit xristianlıq nədir? Süryənilər, Həbəşlər nədir? İstanbul kilsəsi necə formalaşıb? Yalnız bunun üzərinə biz albanlılardan, ermənilərdən danışa bilərik və həmçinin Ərəb xilafətinin gəlməsindən sonra nələr baş verdi ki, Alban kilsələrini Ərmən kilsələrinə tabe edildi. Bunların hamısını eyni anda biz gördükdən sonra yalnız hay erməni məsələsini və Alban məsələsini anlaya bilərik. Və mən də o yüzden çalışacağım bu başlıqlar üzərində ən qısa formada özət keçim və beləliklə bunun üzərinə ermənilər kimdir, albanlar kimdir, haylar kimdir və ermənilərin haylaşması prosesinin necə olduğunu görə bilək. Artıq qeyd etdiyim kimi, demək biz ilk əvvəl albanlardan, ermənilərdən danışmamışdan əvvəl demək xristianlığın nə olduğunu bilməliyik. Haşiyə çıxaraq qeyd edək ki, demək xristianlıq dedikdə xristianlığın əsas İsa peyğəmbər üzərində qurulub, lakin xristianlığın İsa'ya baxışı ilə, doktrini ilə İslamın İsa'ya baxışı, doktrini fərqlənir. Belə ki, xristianlıq doktrininə görə İsa peyğəmbər, daha doğrusu İsa Allahın quzusudur, çarmıxa çəkilir və nəticədə bütün insanlığın günahını almışdır. İsa peyğəmbərin çarmıxa çəkilməsi insanlığın günahlarının kəfarəsidir. Quran isə qısaca olaraq İsa peyğəmbərin çarmıxa çəkilmədiyini və bu yanaşmanın doğru olmadığını qeyd edir. Və beləliklə ümumi gələneksel xristianlıq baxışına görə İsa peyğəmbər 0-cı 35-ci illər arasında yaşayıb, daha sonra ya ölür ya da tarix səhnəsindən bu və ya digər formada kənara çəkilir. Bundan sonra onun cəmaatını, havarilərini onun qardaşı, qardaşlığı Yaqub idarə edir və 62-ci ildə vəfat edir. Və İsa peyğəmbərin 12 havarisinin təxminən 90-cı illərə qədər bu və ya digər formada ölməsi, öldürülməsi, şəhid edilməsi rəvayətləri var. Və bunun üzərinə əslində bizim günümüz xristianlığının İsa peyğəmbər, onun qardaşlığı və havariləri tərəfindən formalaşmadığını, Pavlos tərəfindən bina edildiyini anlamalıyıq, qəbul etməliyik. Və əslində bu mənim və ya hər hansısa digər türkoloqların, tarixçilərin dediyi məsələ deyil. Avropada xristian dünyasından olan tarixçilərin böyük əksəriyyəti əslində günümüz xristianlığının Pavlos tərəfindən formalaşdırdığını qəbul edir. Və Pavlos İsa peyğəmbərin yaşadığı dönəmdə əslində İsa peyğəmbər və onun tərəfdarlarına zülm edən, təqib edən bir Roma məmurudur. Lakin daha sonra İsa peyğəmbərin vəfatından sonra onun iddiasına görə yuxuda İsa peyğəmbəri görür və bundan sonra İsa peyğəmbərin dinini təbliğ eləməyə başlayır. Lakin biz köhnə mətnlərə baxdıqda və tarixçilərin gəldiyi qənaətlərə baxdıqda görürük ki, əslində İsa peyğəmbərin vəfatından sonra onun cəmaatını idarə edən Yaqub və havariləri ilə Pavlos arasında bir qarşıdurma var. Digər yanına biz xristianlıqdan danışırıqsa mütləq İncillərdən danışmalıyıq və düşünə bilərsiniz ki, İncillər dedikdə İslamda, Quranda qəbul görən görüşdəki kimi Allahdan gələn vəhləri İsa peyğəmbər İncilə yazmışdı. Əslində İncillər dedikdə İncillər İsa peyğəmbərin bioqrafiyasıdır və bu bioqrafiyalar şəxslərə görə fərqlənir və qəbul görən 4 İncil var ki, buna kanonik İncil deyilir və qəbul görməyən onlarla İncil var ki, buna da apokrif İncillər deyilir. Və yenə haşiyə çıxaraq qeyd edim ki, Quranda dəfələrlə deyir ki, mən İncili təsdiqləyirəm, lakin biz Quranın təsdiqlədiyi dediyi İncil dedikdə onun istat gətirdiyi İncillərin həm apokrif mətnlərdən, həm kanonik İncildəki mətnlərdən olduğunu görürük. İlk 3 əsrdə əslində xristian cəmaatı
Roma dövləti tərəfindən zaman-zaman təqibə məruz qalır, zaman-zaman onların dilini yaşamasına imkan verildiyini görürük. Lakin 313-cü ildə İmperator Konstantinin xristianlığı qəbul etməsi ilə artıq xristianlıq bir dövlət, bir imperiya dininə çevrilir. Və 325-ci ildə baş verən İznik konsulunda demək teslis məsələsi və xristianlığın ilk bütün doktrinləri bu konsulda qəbul görür. Lakin bu zaman üçlüyü, teslisi qəbul etməyən Ariusçular həmin konsuldan qovulur. İlk 3 əsrdə görürük ki, demək xristianlığın bir dövlətsiz formada yayıldığı dövr var. Lakin 313-cü ildə xristianlıq bir imperiya dininə çevrilir və bu müddət ərzində demək bir Musa şəriətini yaşayan Ebyunitlər, Nasturilərin olduğunu və həmçinin demək bu zaman məşhur olan Antakya, Suriya, İskəndəriyə və Efiopiya kilsələrinin olduğunu və yalnız xristianlığın bir imperiya dininə çevrilməsindən sonra İstanbulun, daha doğrusu o dövrdəki adı ilə Konstantinopolda da bir mərkəz kilsənin formalaşdırdığını görürük. Lakin adını çəkdiyimiz Antakya, Suriya, İskəndəriyə, Efiopiya kilsələri İstanbul kilsəsi ilə bundan sonra arasında bir qarşıdurma baş verəcək. Bu qarşıdurmaya qarşı da dəyinəcəm. İlk dövrdə böyük coğrafiyada fərqli xristianlığın yayılması ilə fərqli ev kilsələri var. Yalnız 3-cü əsrdən sonra Romanın xristianlığı bir dövlət, bir imperiya dininə çevrilməsindən sonra böyük kilsə binaları tikilir, hansı ki bunlara bazilika deyilir və bunlardan biri də Romada tikiləcək və həmin bu bazilika demək San Pietro bazilikası adlanır və daha sonra bu Roma papalığının mərkəzinə çevriləcək. Və artıq mövzunun əvvəlində də qeyd etdim ki, biz xristianlığın necə yayıldığını bildikdən sonra da monofizit və diofizit inanc məsələsini dərk etməliyik. Demək, monofizit inanc məsələsində qeyd olunur ki, İsa Peyğəmbər həm Tanrı, həm insan ünsürlərini daşıya bilməz, onun ilahiliyi daha üstündür. Diofizitdə isə o eyni anda həm insandır, həm eyni anda Tanrı olması inancı var. Və Suriyanı Həbəş kilsəsi monofizitdir. Bizans və adını çəkdiyimiz Roma kilsələri isə artıq diofizit inancı mənimsəyəcək. Və bu 451-ci ildə digər monofizit kilsələrin artıq rədd edilməsini Roma imperiyası və İstanbul kilsəsi 451-ci ildə həyata keçirilən konsulda qərarlaşdırır və bundan sonra artıq monofizit kilsələri ilə diofizit kilsələr arasında həm rəqabətin artması və eyni ilə monofizit kilsələrin onlardan ayrılması prosesinin baş verdiyini görəcəyik. Biz bunu niyə bilməliyik? Mövzunu qabaqlayaraq deyək. Çünki bizim hal-hazırda Qriqoryan Hay kilsəsi kimi tanıdığımız kilsə monofizitdir. Həbəş əlifbası ilə diriyi yazır. Həmin Həbəş əlifbasının daşıyıcısı olan Həbəş kilsəsi monofizitdir, Suriyani kilsəsi monofizitdir və ermənilər monofizitdir. Alban kilsəsi isə zaman-zaman monofizit olmuş, daha sonra isə diofizit kilsə inancını həyata keçirməyə çalışmışdı. Burada səbəb nədir? Ona da qarşıda dəyinəcəm. O artıq zaman-zaman Səsanilərə qarşı və həmçinin daha sonra Ərəb xilafətinə qarşı vuruşduqda Bizansdan kömək istəyirdi və bu səbəbdən də artıq nə dedik? Bizans diofizit olduğundan Alban kilsəsindən və dövlətindən tələb edirdi ki, siz diofizit olmalısınız ki, mən sizə kömək edim. Artıq nəyi müəyyənləşdirdik? Müəyyənləşdirdik ki, demək Suryanilər, Efiopiya Həbəş kilsəsi, ermənilər, haylər, Qibtilər, Misir kilsəsi yəni və Efiopiya kilsələri monofizitdir. Və bu monofizit kilsə ilə diofizit dövlət, imperiya kilsəsi olan İstanbul kilsəsi arasında bir qarşı durum olur və bundan sonra artıq monofizit kilsələr özlərinə uyğun fərqli siyasət həyata keçirməyə çalışacaq ki, bunların içərisindən daha sonra biz Hay kilsəsinin, Qriqoryan kilsəsinin, erməni kilsəsinin və həmçinin Alban kilsəsinin öz coğrafiyamıza uyğun olan hissəsini deyirəm. Təbii ki, digər Qibti kilsəsi var, Həbəş kilsəsi var, hansı ki baş kilsələr idi. Fərqli bir siyasət həyata keçirməyə çalışdığını görürük. Və biz yalnız indi bunun üzərinə haylar və ermənilər Albanlardan danışa bilərik. Adil bəy, buyur. Bu ermənilər mən yəni eşitdiyimə, oxuduğuma, araşdırdığıma görə Hindistandan gəlmə bir tayfadır. Yəni bunlar erməni deyil, o erməni adı da Türkiyə məxsus addır. Yəni o imperial dövləti özlərini mənsubləmişlər. Çünki bunlar qədimi xalqlar.
Ancaq bunlar haylardır. Hal-hazırda da onlar özlərinə hay deyirlər. Doğrudur. Qarşıdakı dəqiqələrdə geniş formada izahını verəcəm. Bəli, haqlısınız. Ermənilərin Tam doğru. xristian olması necə olub? Yəni onlar necə olub xristian olub? Artıq müəyyənləşdirdik demək bir xristianlıq məsələsi var. Bu 3-cü əsrə qədər fərqli coğrafiyada yayılır. Daha sonra bir Roma imperiyasının xristianlığı qəbul etməsindən sonra monofizit və diofizit kilsələr yaranır. Və bu hissədən sonra artıq biz haylardan, ermənilərdən, albanlardan danışmağa başlayacağıq. Amma bu hissəni bilməliyik ki, biz niyə haylarla ermənilərin daha sonra birləşəcəyini, daha sonra niyə demək bütün ermənilərin xristian adına çevrilməsi məsələsini görəcəyik. Ona görə bu hissəni danışdım. İndi onu qarşıda tam aydın formada deyəcəyik ki, nədir, nə məsələdir. Təşəkkür edirəm. Var olun. Demək biz ümumi xristianlığın və onun monofizit və diofizit kilsələrə necə bölünməsi haqqında danışdıq və qeyd etdik ki, Süryani Həbəş kilsələri monofizit idi və bunun davamında da indi danışacağımız hay erməni və alban kilsələrinin monofizit olacağını görəcəyik. Və beləliklə ən klassik sualımız bəs haylar kimdir, ermənilər kimdir? Bunlar eyni etnik qrupdurmu? Yox, eyni etnik qrup deyilsə, ermənilər türkdürsə necə haylaşdı? Bu haqqda danışacağıq. Demək, başlayaq haylardan. Haylar kimdir? Firidun Cəllovun, Azərbaycanın görkəmli alimi, tarixçisi, türkologu Firidun Cəllovun yazdığı 9 bitik kitabında haylar haqqında geniş təhlillər aparılıb və o göstərir ki, demək haylar eramızdan əvvəl 8-ci əsrdə, demək Qaradənizin şimal-qərb tərəfindən, yəni Balkan ərazisindən Anadolu ərazisinə gəlmişdi və 8-ci 6-cı əsrlər arasında Frikiya dövləti ərazisində yaşamışdı. Və daha sonra Qəmər türklərinin həmin Frikiya dövlətini dağıtmasından sonra həmin haylar günümüz Suriya, Fələstin ərazisinə gəlib çıxmışdı. Və bu əraziyə gəldikdən sonra Hindistanda yaşayan qaraçıların bir hissəsi ilə birləşib bu Suriya, Fələstin ərazisində bir neçə əsr yaşamışdı. Eramızdan əvvəl 2-ci, 1-ci əsrdə isə demək Suriya, Fələstin ərazisi ilə Van gölünün alt hissəsində, cənub hissəsində bir ərazidə Subar türkləri ilə Ermən türkləri olan bölgəyə gəlib çıxmışdı. Bu əraziyə gəlməsinin bir səbəbi onların bir hissəsini bura Urartu dövlətinin gətirməsidir. Digər bir hissəsini isə daha sonra Tiqranın Van gölü ətrafına gətirəcəyi haqqında indi qarşıda hadisələri görəcəyik. Və indi biz demək ümumilikdə hayların Balkan ərazisindən Anadoluya, Frikiya dövləti ərazisinə gəldiyini, daha sonra isə eramızdan əvvəl 4-cü, 5-ci əsrlərdə Fələstin Suriya ərazisinə gəldiyini və burada da əvvəldən Hindistandan gələn qaraçılar ilə birləşdiyini görürük. Açaryan demək onun əsəri 562 dildə müqayisədə erməni dilinin tam qrammatikası adlı əsərdir, kitabdır və o bu kitabında qeyd edir ki, mən erməni xalqının dilinin formalaşmasında Urartu və başqa 18 yerli qəbilənin dilinin olduğunu müəyyənləşdirdim. İndi bu maraqlı məsələ budur ki, demək bir haylar var və bir erməni dilçisi özü etiraf edir ki, yerli olan 18 dil burada iştirak etmişdi. Və digər dilçilər də həmçinin burada demək qaraçı dilinin və bəzi dilçilər isə 12 dilin erməni, günümüz hay erməni dilini formalaşdırdığını qeyd edir. Və Firidun Cəllovun göstərdiyi bir erməni tədqiqatçısı isə etiraf edir ki, demək yerli olan Armen Subar toponimi və xalqı daha sonra artıq bir erməni etnik keyfiyyətinə düşmüşdü. O bu cümləni belə ifadə edir. Demək ki, baxmayaraq ki, Suriyallara, Yunanlara və başqalarına İranlılardan keçən Armen adı, Armeniya toponimi törəmişdi. Hər halda Urartu əhalisi kimi Subar armenlərin də haylaşması prosesi başa çatdığı üçün biz artıq Yunanca formalaşan Armen, yəni həm də mümkün qədər hay dili dominantı ilə Armen adı altında yeni etnik keyfiyyəti düşünməliyik. Biz artıq ən azından iki tədqiqatçını göstərdik ki, bunlar özləri etiraf edir ki, Armen, erməni hansısa bir yerli qəbiləsi var. Bu daha sonra artıq haylaşmışdı. Yaxşı, indi həmin bu ermənilər kimdir? Qeyd edim ki, burada mən Firidun Cəllovun 9 bitik kitabı və Urmin nəzəriyyəsi əsasında tarixi, coğrafi, türk boy adlarına baxıram. Lakin mən özüm dil kökü araşdırmacısı kimi adların necə formalaşması məsələsi tam mənim nəzəriyyəmdir və dil kökünün yaranması nəzəriyyəsində mən göstərirəm ki, demək türk adları da
ilk 3 türk boyu adı olub. Bunlar da adlarının əvvəlinə və sonuna zaman zaman baş verən inanc fərqliliyi ilə adlarının əvvəlinə sonuna mən sözünün kökü olan məni, tanrı mənasına gələn ökü və tanrı sözünün kökü olan tona əlavə edərək fərqli adlar yaradıb. Bunu danışmaq istəmirəm, əvvəlki söyləyişlərdə danışmışam və həmin Ur tayfalarının bir hissəsi özlərinə Urma deyir və bu Urma adından şərqdə günümüz Çin ərazisində olan Urumçu türk bölgəsi, günümüz Cənubi Azərbaycanında Urmiya gölünün adı, eyni ilə qərbdə Urma, Rıma, Roma adının və həmçinin günümüz Azərbaycan ərazisində Ərmən bölgəsinin olduğunu görürük. Bu arada qeyd edim ki, mənim bu təhlilləri 24 yaşında artıq bitirmişdim. Yəni 2004-cü ildə mən Firidun Cəllovun 9 bitik kitabının, o da hamısı nəşr olunmayıb, hansıları əldə etdim. Daha sonra oxuduqda tarixi qaynaqları Firidun Cəllovun nöqtə vergül göstərdiyini gördüm. Lakin mənim gəldiyim bu nəticələr demək dil kökü və etimoloji təhlil olaraq müəyyənləşdirib və həmin günümüzdə olan coğrafiya adları ilə mən bu əraziləri göstərmişdim. Lakin daha sonra Firidun Cəllovun demək 9 bitik kitabında bu Urma adında türk boy adının olduğunu və bunların böyük coğrafiyada fərqli yerlərdə yaşadığını göstərdiyini gördüm. Və bu arada qeyd edək ki, demək Firidun Cəllovun həmin kitablarında qeyd edir ki, demək Bistun yazıtlarında Armen, Ərmən adı Urartu adına sinonim olaraq işlədilir. Eyni ilə Ulu Sargonun döyüşləri zamanı Ərmən adının bir Ərmən boyunun olduğundan danışılır və həmçinin böyük coğrafiyada bütün demək olar ki, Asiya qitəsində biz Ərmən adını həm dağ, kənd adı kimi, fərqli toponimlər kimi, həmçinin bir çox türk boy adı kimi qarşımıza çıxdığını görürük. Və əlavə olaraq mən əvvəlki videolarda da danışdığım kimi qeyd edim ki, həmin ermənilərin bir hissəsi demək şərqi Avropa ərazisində, Kiyev, Ukrayna, Polşa, Litva ərazisində, Krımda yaşayır. Onlar özlərinə ermən deyir, lakin onlar özünə hay olduğunu qəbul etmir və türk dilində danışır. Çox əfsus ki, onlar artıq assimilyasiya olub ruslaşmaq üzrədir. Buna əlavə olaraq nə deyə bilərik? Nizami Gəncəvinin əsərində olan erməni qızı Şirin, əslində bu hay deyil, həmin danışdığımız həmin ermən boylarından olan biridir və eyni ilə əsli Kərim dastanında danışılan erməni əsli həmin bu erməni türk boylarındandır. Və bu erməni türk boylarının bir hissəsi demək xristianlığı daha sonra qəbul edir və qəbul etdikdən sonra bir proses baş verəcək ki, hansılar indi biz ona qarşıda ayrı-ayrılıqda dəyinəcəyik. Bu müəyyənləşdirdiklərimizdən sonra biz keçək yenidən haylar. Nə qeyd etdik? Demək biz qeyd etdik ki, haylar Balkan ərazisindən eramızdan əvvəl 8-ci, 6-cı əsrlərdə Anadolu ərazisinə, Frikiya dövləti ərazisinə gəlir. Daha sonra günümüz Fələstin, Suriya ərazisinə gəlir. Bu artıq 5-ci, 4-cü əsrlərdir və burada o Hindistandan gələn qaraçılarla da rastlaşır və birləşir. Və daha sonraki dönəmdə bunlar eramızdan əvvəl 2-ci, 1-ci əsrə doğru Van gölünün alt hissəsində yaşayan Subar ermən türklərinin yaşadığı bölgəyə gəlir. Haylar bu zaman görünür həmin qaraçıların gətirdiyi və həmçinin farslarda olan Zərdüşt inancı ilə tanış olurlar. Və haşiyə çıxaraq biz hay sözünün də hansı şəkildə formalaşması sualını ortaya qoymalıyıq. Hay sözünün formalaşması ilə bağlı bir neçə iddia var. Bunlardan biri belədir ki, eramızdan əvvəl 1-ci minillikdə Hayasi Azi krallığı qurulmuşdu və hayların adı bu krallıqla əlaqədardır. Lakin burada belə Hayasi Azi krallığındakı Hayasa sözünün necə formalaşması cavabsız qalır. Digər bir iddiaya görə isə Urartu dövləti zamanında günümüz Ermənistan ərazisinə Hitit və Hattilərin adı ilə Hatti deyilmiş, daha sonra bu hay sözünə fonetikləşmişdi. Digər bir versiyaya görə isə haylar qədim Frikiya dövləti ərazisinə gəldikdə burada günümüz Ankara şəhəri yaxınlığında olan Haymana şəhəri ətrafında yaşamış və Haymana şəhərinin adı ilə hay adlanmışdı. Və biz bu zaman Haymana şəhərinin adının izahını verməliyik. Haymana şəhərinin adı necə formalaşır? Bəziləri iddia edir ki, Haymana şəhəri ərəb fars dilində olan çadır mənasına gələn hay sözündən formalaşmışdı.
Digər bir iddiaya görə isə Haymana şəhəri Səlcuqlu sultanı Ələddin Keykubatın adı ilə əlaqədardır. Keykubat adı zamanla Haymana adına fonetikləşmişdir. Mən isə bu adın Yunan mifologiyasında ilk tanrıça olan, yer və təbiət tanrıçası olan Kea adı ilə əlaqədar olduğunu düşünürəm. Haymana adı Kea ana, Kea mama sözündən formalaşmışdır. Bəs Kea sözü necə formalaşmışdır? Mən Dilin Kökəni kitabında göstərirəm ki, yer aşağı canlı mənasına gələn oqqo kökü ilə otto kökünün birləşməsindən kod üç səsli yuvası formalaşmışdır və türk dilində olan qadın, xatun sözü, otlaq mənasına gələn haya sözü və həmçinin Yunan dilində tanrıça mənasına gələn keya sözü, türk dilində kişi cinsiyyət orqanı mənasına gələn xaya sözü, rus dilində olan eyni mənalı xuy sözü və ərəb dilində olan canlı mənasına gələn həya sözü kod üç səsli yuvası ilə əlaqədardır ki, kod sözünün tərs kombinasiyası da toxum sözünün köküdür. Və həmçinin türk dillərində Həymiyə adı olduqca məşhurdur. Ertuğrul bəyin anasının adı da Həymiyədir. Və bu ad ərəb-fars dili ilə əlaqədar olmayıb, elə türk dilində qadın, xatun mənasına gələn və otlaq mənasına gələn qaya sözü ilə əlaqədardır. Və beləliklə haylar eramızdan əvvəl 8-ci 6-cı əsrdə Frikiya ərazisinə gəlmiş, burada Haymana şəhəri ətrafında yaşamış, şəhərin adı ilə Hay adlanmış və daha sonra günümüz Fələstin, Suriya, Livan ərazisinə gəlmiş, burada farslılar qaraçılarla tanış olmuş və farsların zərdüştlüyü və onun tanrısı olan Əhriman Hörmüz və tanrıçası olan Anahit ilə tanış olmuşdur. Burada onlar Əhrimana, Hörmüzə və Anahitə sitayiş edirdi. Və bunun paralelində artıq qeyd etdiyim kimi həmin ərazidə Subarlar və Ərmən türkləri yaşayır və günümüz Hay erməniləri qeyd edir ki, demək onların ən böyük kralı Artaşesdir, daha sonra onun qurduğu dövləti Tiqran davam etdirmişdi. Lakin ermənilərin özünün içində və həmçinin Rus, Avropa və İranda yetərincə tədqiqatçı Artaşesin və Tiqranın Hay olmadığını, erməni olmadığını, bir Fars dövlətindən gələn və adlarının da farsça olduğunu düşünür. Lakin mən Artaşesin əslində bir fars olmadığını və adının da Ərdaş sözü ilə əlaqəli olduğunu qeyd edirəm. Qarşıda sual verilsə bu haqda danışarıq, lakin ümumilikdə demək, ermənilərin hayların qəbul etdiyi ilk dövlət Ərtaş zamanında qurulur və eramızdan əvvəl 70-ci illər ərəfəsində Tiqran öz adına qurdurduğu Tiqranaket şəhərinə, demək Suriya, Fələstin ərazisində yaşayan hayları gətirir. Demək bir Urartu dönəmində qismən hayların Van gölünə, Subar Ərmən bölgəsinə gətirildiyini, daha sonra isə Tiqran dönəmində gətirildiyini görürük. Artıq qeyd etdiyim kimi demək ermənilər bu dönəmdə hələ xristianlıq yoxdur, fikir verirsə eranın başlanğıcından 40 il, 50 il əvvəldir. Onlar demək zərdüştlüyün tanrılarına, Əhrimana, Hörmüzə, Anahitə sitayiş edir. Qədim erməni mənbələrində belə bir ifadə var ki, biz erməni panteonuna əlavə olaraq türk tanrısını əlavə etdik. Bu tanrının kahininin adı Paskamdır. Və bu haqda danışan Firidun Cəllov öz kitabında qeyd edir ki, buradakı Paskam əslində baş kam deməkdir. Demək biz bu müddət ərzində, fikir verin, eramızdan əvvəlindəki ilk 100 illiyə qədər hayların hələ ayrıca bir etnik qrup kimi var olduğunu, bu bölgədə isə Subar və Ərmən türklərinin Van gölünün alt hissəsində var olduğunu görürük. Lakin fikir ver, burada demək hansısa bir qaynaşma baş verir ki, artıq haylar necə ki Hörmüzü, Anahiti özlərinə tanrı qəbul edirsə, demək eyni ilə türkü özlərinə bir tanrı olaraq qəbul edir. Və burada yenə haşiyə çıxaraq əlavə bir məsələni deyim. Fikir verirsinizsə, digər xristiyan kilsələrindən fərqli olaraq günümüz Qriqoryan kilsəsində türkə qarşı böyük bir nifrət var. Bu türkə olan nifrətin kökündə həmin zərdüştlük dini durur. Artıq nə dedik? Haylar demək xristianlıqdan əvvəl öz hansısa pagan dini var idi, yox idi bilmirik. Daha sonraki dönəmdə zərdüştlükdə olan demək tanrıları özlərinə tanrı panteonuna kimi qəbul edir, daha sonra isə türkü qəbul edir. Və Əhrimanın zərdüştlükdə zülmət simvolunu təşkil edən bir tanrı olduğunu görürük. Həmin Əhrimanın Avestada Angramaniya kimi keçir. Bunu ayrıca oxuyası olsaq
deyiləcək ki, Anqra zərdüştlükdə pis deməkdir, qarışıq deməkdir, maniya isə ruh, fikir deməkdir və dolayısıyla Anqramaniya pis fikir, pis ruh deməkdir. Lakin Tengri məngü sözü ki var, türklərdə demək bizim əbədi tanrı mənasında Tengri məngünü inanırıqsa, Zərdüştlük bizim Tengri məngini özlərinin şər tanrısı kimi götürür. Demək İranlılar hər hansısa bir formada özlərini niyəsə türklərlə rəqabətdə hiss edir və dolayısıyla türklərin yaxşı bildiyi, inancında olan yaxşı nələr varsa onu özlərinə şər qüvvəsi kimi qəbul etmişdi. Və biz bunun davamı kimi daha sonra Hay Qriqoryan kilsəsində Türkə nifrətin olduğunu görəcəyik. İndi lakin bu Qriqoryan kilsəsi nə qədər haylarındır, türklərindir, indi buna da yenə qarşıda dəyinəcəyik. Lakin yenə bir məsələni də deyib yenidən mövzumuza qayıdaq. Şahnəmədə qeyd edir ki, demək Alpertunqanın, yəni Avrasiya sahibinin atasının adı Pəşəngdir. Və biz buradakı Pəşəngi əslində baş sak kimi oxumalıyıq. Orada qeyd edilir ki, Alpertunqa Anahitə at, qoç və öküz qurban verirdi. Bugün ermənilərin o tanrıçası olan Anahita və eyni ilə farslarda olan biz Anahitanın əslində ana və kut sözündən formalaşdığını düşünməliyik. Bu bizim Umay inancına uyğun gəlir, lakin Umay nədir, ana kut nə deməkdir, bu tanrıdırmı, tanrıçadırmı, bu ayrıca bir mövzudur. Lakin yəni biz bunun türk dilindəki sözlərlə açıldığını görürük. Lakin demək Alpertunqanın atasının adının da Pəşəng, yəni baş sak olduğunu müəyyənləşdirdikdə biz nəyi müəyyənləşdiririk? Demək ki, mən əvvəlki bölümlərdə qeyd etmişdim ki, türklərdə pir, qam, maq sözləri olduqca vacib idi və onlar qurtarıcısına zaman-zaman bu sözlərdən istifadə edərək adlar vermişdi. Demək, bir məsələ var. Mən qeyd etmişdim ki, Azərbaycan sözü Asur bodun sözündən formalaşıb. Burada Asur bodun sözündə sının zılaşması, tılaşması ilə o atır bodun Atropatena sözünə çevrilib. Və bodun sözündəki d-nın yılaşması, zılaşması ilə isə o Asurbodun, Azerboydun, Azərbaycan sözünə çevrilib. Bildiyimiz kimi tarixdə bizim qarşımıza Atropat adlı rəhbər adları çıxır və iddia olunur ki, həmin Atropat adından Atropatena sözü formalaşıb. Artıq qeyd etdiyim kimi ilk 3 türk boyu adı olub, Assurlar və bu Assur boylarının birləşməsindən Assur və ya Aras formasında adının olduğunu görürük. Aras sözünün Herodotda türklərə gedib çıxan Araslarda olduğunu görürük, çay adı olaraq görürük və Azərbaycan sözündə olduğunu görürük və həmçinin eramızdan əvvəl Azər adlı boyların olduğunu, həmçinin Orxan Yenisey yazıtlarında az boyunun, az kişisinin olduğunu görürük. Və burada Asur sözünün sonuna baş sözü gələrək Azərbaş, yəni Asurların, Azərlərin başı mənasında adın olduğunu, artıq necə ki z-nın tılaşması ilə atır forması yaranmışdı. Eyni ilə Asurbaşda hər iki z-nın tılaşaraq Aturpat sözünün formalaşdığını düşünməliyik. Bunu da deyib artıq yenidən mövzumuza qayıdaq. Demək, Firidun Cəlilov eramızdan əvvəl 714-cü ildə Subarlarda Pirdatu və Sak bəylərində isə Pardatu xan rəhbər adının olduğunu göstərir, lakin qeyd edir ki, Firidun Cəlilov bu adı aça bilməmişəm. Buradakı Pirdatu əslində pir dədə deməkdir. Demək, biz eramızdan əvvəl 714-cü ildə Pirdatu, yəni pir dədə adının həm Subar bəylərində, həm Sak bəylərində rəhbər mənasında olduğunu görürük. Hansı ki, biz həmin o pir dədə anlayışlarını ən sonuncularını harada görəcəyik? Osman Qazi dövründə Osmanlını quran pirlərdə, dədələrdə görəcəyik. Mən keçən mövzuda bununla bağlı danışmışam və mövzumuza qaydası olsaq, biz nəyi gördük? 313-cü ildə Bizans, Roma xristianlığı dövlət dini kimi qəbul edir. Yalnız bundan sonra xristianlıq fərqli coğrafyalarda hər kəsin öz coğrafiyasına uyğun yayılırdısa, artıq İznik konsulundan sonra Roma, Bizans öz dövlət siyasətinə, marağına uyğun bir dövlət dini olaraq xristianlığı yaymağa çalışacaq. Bu arada bir şey deyim, mən həmişə deyirəm ki, din bir toxum kimidir. O hansı coğrafiya, hansı cəmaata əkilirsə, həmin torpağa, coğrafiyaya uyğun da fərqli məzhəblər yaranır. Və eyni ilə biz fərqli coğrafiyalarda istənilən dinin fərqli formada formalaşdığını, şərh olunduğunu, məzhəbləşdiyini görürük. Və Romada xristianlıqdan əvvəl var olan pagan tanrılarını, Mitran günəş tanrısını İsa inancı ilə, xristianlığı ilə sintez edərək günümüzdə bizim bildiyimiz Roma
imperiya dininə çevirmişdi. Və elə bu səbəbdən də biz əsl İsa'nın nə olduğunu kənara qoysaq, əslində İsa adı altında olduqca çoxlu pagan inancının və Mitriyan inancının olduğunu görürük. Elə bu səbəbdən də demək Rom imperiyası Diofizit bir inancı qəbul edirdi və bunun əksi kimi Suriya, Həbəş kilsələri isə monofizit bir inancı qəbul edirdi. Lakin biri dövlət dini də artıq böyük bir imperiyanın dinidir, digərləri isə xırda kilsələrdir. Və bu səbəbdən Suriya və Həbəş kilsələri uzun müddət gizlin formada qalmağa çalışmışdı. İndi burada biz artıq nədir? Albanların və türklərin xristianlığı haqqında danışa bilərik. Demək, biz müəyyənləşdirdik ilk 3 əsrdə fərqli, öz inancına uyğun, əvvəlki gələnəklərinə uyğun yaratdığı bir xristianlıq var idisə, artıq Roma imperiyası öz maraqlarına uyğun bir din yaymağa, yaratmağa çalışır. Və bu zaman demək biz Alban xristianlığının nə cür olmağına baxmalıyıq. İlk əvvəl demək Albanlarda xristianlığı yayılmasını Yelisey, müqəddəs Yeliseyin həyata keçirməyə çalışdığı, daha sonra o və şagirdlərinin şəhid olduğu, daha sonra isə Alban çarı Urnayın zamanında günümüz Ermənistan bölgəsində xristianlığın yaymağa çalışdığını görürük. Və üçüncü mərhələ isə demək Parf xanı olan Anak bəyin oğlu Qriqorun, demək hansı ki biz onu indi Cərcüsi kimi Azərbaycanda tanınır, Qriqorun xristianlığı yaymağa çalışdığını, lakin daha sonra onun Masaget kralı tərəfindən öldürülərək yenə bu xristianlığın yayılmasına mail olunduğunu görürük və bundan sonra 2-ci Yezdəgir 439-50-ci illər arasında demək Alban ərazisini atəşpərəstliyi zorla yaymağa çalışır, lakin 487-ci ildə 2-ci Vaçenin qardaşı oğlu 3-cü Vaçakanın taxta çıxması ilə Albanda yenidən kilsələrin, monastırların tikildiyini və farsları ərazidən qovaraq xristianlığın yayıldığını görürük. Təxminən 4-cü əsrdə Suriya Həbəş kilsəsinin xristianlığının eyni ilə Ərmən, Hay, Alban bölgəsində bir xristianlığın yayıldığını görürük. Digər xristianlıqla bərabər olaraq. Və Hayların xristianlığı qəbul etməsindən sonra, Zərdüştlərdən öyrəndiyi türk nifrətindən sonra artıq fərqli bir dona bürünən bir xristianlıq yaratmağa başlayır. Azərbaycan və Ermən bölgəsində də xristianlığı yayan Anak bəyin oğlu Qriqordur ki, hansı ki o günümüzdə Azərbaycanda Cərcüs kimi tanınır. Və o Part ölkəsindən qaçan bir bəy idi. Anası mənbələrə görə bir Qıpçaq xanımı idi və partları da bir hissə İran dilli qəbul edir, bir hissə isə onların türk olduğunu qeyd edir. Lakin bu da mövzumuz deyil. Və 452-ci ildə də Roma monofizit öyrətini rədd etdiyindən artıq Suriya kilsəsi öz dinini Alban ərazisində, türklər içində yaymağa çalışır. Və eyni anda təbii ki, Haylar da monofizit bir dini qəbul edir. Və bəzi mənbələrə görə 506-cı ildə, digər mənbələrə görə isə 527-ci ildə Dəvəli kəndində ümum Qafqaz yığıncağı keçirilir. Gürcülər, Albanlar, Ermənilər və Haylar monofizit inancı kilsə inancına çevirəcəyini müəyyənləşdirir. Lakin daha sonraki dönəmdə demək ərəblər bu əraziləri gəlib tutması baş verir. Mənbələrdən müəyyənləşdiririk ki, Ermən kilsəsi xəlifəyə məktub yazaraq Albanların Bizansla əlbir olduğunu qeyd edir. Bu nə deməkdir? Demək artıq monofizit kilsə olan Albanlar artıq Bizansdan kömək istəyir. Bizans nə idi? Bizans monofizit öyrətini, inancı qəbul etmirdi, diofizit idi və o Albanlardan diofizit inancı qəbul edərsə kömək edəcəyini qeyd edir və bunun üzərinə demək ərəblər Albanlar ilə Bizans arasında əlaqənin yaranmasından qorxaraq Alban kilsələrini məhv edir, onun bütün yazılarını məhv edir. Daha sonraki dönəmdə də ermənilərlə Hay kilsəsi arasında bir birliyin qurulması baş verir və daha sonra Ermən sülaləsindən olan Sumbat Babəki sataraq müstəqil bir hakimiyyət əldə edir və bunun üzərinə Ermən hakimiyyəti bir müddət daha davam edir. Bax, bu müddətdə demək Suriya, Fələstin və Van gölünün alt hissəsində olan Haylar ilə ermənilərin birləşməsi və Hayların artıq Qafqaza da yavaş-yavaş ayaq açması baş verir. Yəni Babək dönəminə qədər hələ Haylar Qafqaz bölgəsinə ayaq açmamışdı. Yenə haşiyə çıxaraq nə qeyd edək? Qeyd etdik ki, monofizit inancın davamçıları Suriya, Həbəş
Haylar, ermənilər, gürcülər idi. Ərəblər monofizit olan bütün xristianlara erməni deməyə başladı. Babəki ərəblərə satan Zumbatdan sonra da böyük bir Erməniyə canişinliyi qurdu və fikir ver, burada artıq hay ünsürləri ilə Ermən ünsürləri birləşərək Alban kilsəsindən fərqli bir siyasi gücə çevrilməyə çalışdı. Və ərəblər nə qeyd etdik? Bütün bu monofizitlərə erməni deyirdi. Və bu daha sonra düz günümüzə qədər davam edəcəkdir. Yəni xristian olan bütün türklərə biz erməni deməyə başladıq. Lakin bunu əvvəl nə üçün deyirdi? Monofizit olan xristianlar üçün deyirdi. Və bu dövrdə gürcülər də monofizit idi. Lakin onlar 11-ci 13-cü əsrlər arasında artıq monofizitlikdən vaz keçərək pravoslav inancını qəbul edir. Bundan sonra monofizit xristian türkləri onlara pravoslavlığı qəbul edənlərə gürcü deyir. Bildiyimiz kimi gürcülər özlərinə kartvelli deyir. Nə gürcülər onun nə olduğunu bilir. Və biz də əslində gürcü sözünün necə formalaşdığını bilmirik. Öz tədqiqat kitablarında Bəxtiyar Tuncay bəy qeyd edir ki, Alban dilində qorçu sözü bütpərəst deməkdir. Alban ədəbiyyatını geniş formada araşdıran və onun bir türk dili ədəbiyyatı olduğunu, türk-qıpçaq ədəbiyyatı olduğunu göstərən Bəxtiyar Tuncay bəy qorçu sözünün bir bütpərəst mənasına gəldiyini qeyd edir. Lakin o sözün hansı formada, niyə formalaşdığını bilmir. Yaxşı, bu qorçu sözü niyə bütpərəstdir və hansı sözdür? Mən əvvəlki bölümlərdə qor sözündən geniş danışdım və türklərdə bir qor günəş kültünün olduğunu, oradan kral, Qorqud dədə, Koroğlu, Zülqərneyn inanclarının hamısının ortaq bir kült olduğunu qeyd etdim. Və bunun hamısının da üstündə nə idi? Günəş, qor və qorun tanrını görən sifətini ifadə edən bir kült olduğu haqqında danışmışam. Buradakı demək, qorçu sözü günümüzdə qəlbimə qor düşdü deyilən qor sözündə xoruz sözünün kökündə olan qor və eski türk dilində qor sözünün sinonimlərindən olan bir qor sözüdür. Demək ki, xristianlığı qəbul edən türklər artıq qor günəş kültündən uzaqlaşaraq onu bütpərəst mənasında işlətmişdi və daha sonra monofizit türk xristianlar, ermənilər, daha sonra gürcülərin pravoslav xristianlığını qəbul etməsinə görə onlara qorçu demişdi. Yəni bax günümüzdəki gürcü sözünün də kökü bu formadadır. Və Krımda hal-hazırda da iki gürcü kəndi var və onlar qıpçaq türküdür, qıpçaq türkçəsində danışır. Krımda iki kəndin olması, qıpçaq türkçəsində danışması mənbəsi də Bəxtiyar Tuncay bəyə aiddir. Bundan başqa nəyi müəyyənləşdirməliyik? Niyə haylar, ermənilər Həbəş əlifbasında yazır? Çünki monofizit kilsəni təmsil edənlər, yəni Efiopiya həbəşlər, Suryanilər, haylar, ermənilər Həbəş əlifbasında yazırdı. Bu monofizit kilsənin əlifbasıdır. Həmin kilsəni təmsil etməyənlər, məsəl üçün katolik kilsəni təmsil edənlər Latin əlifbası ilə yazır, digərləri isə Yunan əlifbası ilə yazırdı. Və elə bu səbəbdən də demək, hay ermənilər Həbəş əlifbası ilə yazmışdı. Mən artıq haylardan danışdım, Urumlardan danışdım, Urma sözünün geniş coğrafiyaya yayılmasından danışdım. Urumçu, Urmiya gölü, qərbdə Roma, mərkəzdə günümüz Azərbaycan və qərbi Azərbaycan ərazisində ermənilərin olduğunu və onların Krım, Şərqi Avropa ərazisinə yayıldığını qeyd etdim. Yaxşı, bu Şərqi Avropaya ermənilər nə cür yayıldı? Artıq qeyd etdiyim kimi İslamı qəbul edilməsindən sonra Albanlar öz hakimiyyətini qorumaq üçün monofizit kilsə olmağına baxmayaraq Bizansdan kömək istədi və Bizans diofizit olduğundan Almanların diofizit kilsə olmasını tələb etdi. Və bundan xəbər tutan, daha doğrusu ermənilərin casusluğu ilə bundan xəbər tutan Ərəb xilafəti Albanları kilsələrini məhv etdi və oranı böyük erməni canişinliyinə çevirdi. Və bu zaman onlar ya ermənilərin içinə girməli idi, ya İslamı qəbul etməli idi, ya da ki digər bir hissə günümüz Şərqi Avropa ərazisinə və Krım ərazisinə qaçaraq orada yaşamışdı. Elə bu səbəbdən də günümüz Gürcüstan ərazisində 150-200 min Urumların olduğunu görürük. Onların türkçə danışıb xristian olduğunu görürük. Lakin bu ermənilər artıq Yunan diofizit kilsəsinə daha yaxındır. Digər hissənin isə Krımda, Polşada, Ukraynada, Latviya, Litviyada ərazisində yaşadığını və saylarının olduqca azaldığını artıq qeyd etdim. Bunun üzərinə nəyi müəyyənləşdirməliyik? Demək, Albanlar. Albanlar qədim türk boyadıdır. Alp sözündəndir. Alplar ölkəsi deməkdir. Və qədim mənbələrdə nə qeyd edilir? Demək, burada 26 dildə danışılır. Burada demək,
ən böyük qət edəcəyimiz məsələlərdən biri nədir? Demək bu albanlar içində qarqarlar yaşayır, kəngərlər yaşayır, Uti türk boyları yaşayır, Sakalar yaşayır, Ermənilər yaşayır. Daha sonra mənbələrdə keçən Uti türk boylarını daha sonra günümüz Udinləri ilə eyniləşdiriblər. Lakin bunlar iki fərqli etnik qrupdur. Udinlər günümüzdə var olan fərqli bir etnik qrupdur və Uti adlı türk boy adları da olubdur. Və bu alban adlarını biz yenə Qazaxıstandan üzü Anadoluya, Qafqaz ərazisində və Cənubi Azərbaycan ərazisində 1000 illər boyu var olmuş bir ad olduğunu görürük. Və Alban sözünü biz həmçinin hansı formada rast gəlirik? Erməni mənbələrində Ağvan olaraq deyilir. Səbəb nədir? Səbəb budur ki, 11-ci əsrə qədər İran dilində L səsi olmayıb, onlar L-nı Ğ formasında yazıb. Və dolayısıyla Albanı onlar Ağvan formasında yazıb. Və daha sonra həmin Ağvanı da bilərəkdən və ya bilməyərəkdən Ağoğlana çeviriblər. Bugün günümüz Qarabağ ərazisində, Naxçıvan ərazisində olan çoxlu Ağoğlan monastırları var. Həmin o Ağoğlan monastırları əslində Ağvandır. Həmin Ağvan da əslində Fars fonetik yazılımıdır. Əslində Albandır. Və dolayısıyla haşiyə çıxaraq bunu qeyd edim. Çox qəribə olsa da biz Oğuz qalalarını Qız qalasına çevrildiyini görürük. Alban qalalarının isə Ağvan və daha sonra Ağoğlan qalalarına çevrildiyini görürük. Və düşünmək lazımdır ki, burada nə qədər qərəz var və ya bunu bilməyərəkdən edilibdir. Və təbii ki, tarixə baxdıqda heç nəyin təsadüf olmadığını da qeyd etməliyik. Mən artıq Alban adının çox böyük coğrafiyaya yayılmasından danışdım. Qazaxıstandan üzü Azərbaycana, bütün ərazilərdə olduğunu qeyd etdim. Və indi Albanla bağlı bir neçə məqamata toxunaq. Qeybullayev öz tədqiqatında qeyd edir ki, Alban tayfalarının içində qarqarlar da var və onlar Qıpçaq türkçəsində danışır. Və biz Akopyanın Albaniya, Aluang, Qədim Yunan, Roma və Qədim Erməni mənbələri adlı kitabında demək Qafqaz ərazisində, Anadolu ərazisində çoxlu kənd adlarının, toponimlərin qarqar formasında olması haqqında danışdığını görürük. Və mənbələrə baxdıqda görürük ki, Mesrop Maştatoş gəlir ilk əvvəl ermənilərə yeni bir əlifba düzəldir və albanlara isə əski alban yazısına əsaslanaraq bir əlifba düzəltdiyi qeyd olunur. Biz bu hadisənin 5-ci əsrdə yazıldığını, lakin bizim əlimizə çıxan bu mənbələrin 12-ci əsrdə redaktələrdən sonra əlimizə çıxdığını görürük. Lakin bununla belə bunu günümüz hay erməniləri qərəzli formada yazır və bu rus dilinə tərcümə olunur və rus dilindən daha sonra bizim Sovet dövründə, Alban tarixində, erməni tarixində tarix ədəbiyyat dərsliyi kimi danışıldığını görürük. Lakin daha sonra Firidun Cəllov və Bəxtiyar Tuncay burada Ağ Xəzər sözünün olduğunu müəyyənləşdirir və beləliklə burada əslində yazılan cümlənin yabanı boğuzuq Ağ Xəzər əlifbasını boğazda danışan qarqar dilinə uyğunlaşdırılması cümləsinin olduğunu müəyyənləşdirirlər. Yəni demək ki, haylar üçün yeni bir əlifba düzəldilir. Albanlar üçün isə demək Ağ Xəzər əlifbası var imiş, onun qarqarlar üçün uyğunlaşdırıldığı məsələsi var. Və bildiyimiz kimi ən böyük iddialardan biri nədir? Albanların demək 52 hərfli bir əlifbası var. Bu məsələni geniş formada Bəxtiyar Tuncay bəy yazıbdır. Müəyyənləşdirir ki, demək buradakı 52 səsli Alban əlifbası deyilən bir əlifba yoxdur. Bu türk runik əlifbasıdır və bir çox əsər ortaya çıxıb ki, bunlar hamısı Qıpçaq türkçəsində yazılıb və bu Qıpçaq türkçəsi də günümüz Qazax, Özbək türkçəsindən daha çox bizim günümüz Oğuz türkçəsinə daha yaxın olan türkçədir. Yəni dolayısıyla qeyd olunur albanlar içərisində 26 danışan boy var. Bunlardan hansısı ola bilər ki, türk etnik qrupundan olmayıb və fərqli yazılıb, lakin albanların əsas aparıcı qüvvəsi qarqar, qıpçaqcası danışan türklər olub və bunlar türk runiklərindən istifadə edib. Burada hər hansısa fərqli, göydən düşmə, bizə bəlli olmayan bir əlifbanın olmadığını görürük. Və son olaraq bunu deyim, demək ermənilər Erməniyə ilə Alban arasında bir sünük bölgəsinin olduğundan danışırıq. Əvvəlki biz orta məktəb tarixində bundan danışırdıq. Lakin buranın əslində Qafan Alban məlikliyi olduğunu
və bu məlikliyi Babəki satan Sumbatın nəvələrinin idarə etdiyi, daha sonra isə buradan bir hissənin 11-ci 12-ci əsrdə demək Klikiyaya köçdüyünü, burada yaşadığını və bunların Avropa, Fransa və Roma papası ilə məhdudlaşdığını, onlardan dəstək istəməsini və bu səbəbdən də katolik inancını qəbul etdiyini və daha sonra bunların bir hissəsinin də yenidən günümüz Qafqaz ərazisinə geri qayıtdığını bilirik. Və bu məktublar Avropa arxivlərində yetərincədir. Yəni bunu biz son 5-10 ildə müəyyənləşdirmişiksə, Avropa demək əsrlərdir Ermən türklərinin, Alban türklərinin türk olduğunu və onların türk dilində Həbəş əlifbası ilə Fransa krallığına, Roma papalığına kömək istədiyi məktublar yazdığını bilir. Bunu biz bilmirik. Və indi bunun üzərinə düşünün ki, tarix nə qədər örtülüb və nə qədər fərqli hala salınıbdır. Və son olaraq bir də qəribə bir paradoksu deyim. Demək, İslamı qəbul edən türklər, Qarahanlı, Ağqoyunlu türkləri Quranı türk dilinə tərcümə etsə də, daha sonraki dövrdə Səlcuqlu, Səfəvi, Osmanlı, Baburlar İslamı qəbul edib, az-çox türk kimliyini qorusa da, ərəb fars dilində yazmışdı və həyatın qəribə bir ironiyası var. Haylaşan ermənilər, Qıpçaqlar isə haylaşdığı halda demək 11-ci əsrdən 15-16-cı əsrə qədər türk dilində əsərlər yazmışdı. Qəribə bir ironiyadır. Mənə elə gəlir ki, ümumi mövzunu yekunlaşdırsaq yaxşıdır. Belə,